Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Şəkidə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Xəbər verilir ki, hadisə dünən axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ 2106 və Volkswagen markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 3 nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evi buraxılıblar. Digər 3 nəfər Volkswagenin sürücüsü 75 yaşlı Məmməd Əli Mənəfov, VAZ 2106-nın sürücüsü 77 yaşlı Ağası Səmədov və sərnişini 42 yaşlı Nazim Məmmədov Şəki rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Yaralılara Allahdan şəfa diləyirik.